Hərəkət xəstəliyi, yəni kinetoz. El arasında da desək, uzun yol çıxdıqda baş gicəllənmə, ürək bulantısı və sair insanı narahat eləyəsi problemlər. Uzun yol çıxdıqda insanların bəzilərində niyə baş gicəllənir, niyə ürək bulantısı baş verir? Bunun səbəbindən danışasıyıq və bunu necə həll eləmək olar, o haqda danışasıyıq. Qulağın daxilində ilbiz formasında vestibulyar aparat adlı xırda orqan var. Telefona baxdıqda, uzun yol zamanı kitab oxuduqda gözümüz hərəkətsizliyə fokuslanır. Yəni baxdığımız kitab hərəkətsiz şəkildə qalır. Ancaq o dediyimiz vestibulyar aparat beyinə siqnal ötürür ki, hərəkətdədir. Yəni insan hərəkətini davam elətdirir. Bu da mədə sisteminə, başa siqnallar ötürür ki, insanda zəhərlənmə riski var. Mədəmizdə zəhərlənmə riski ehtimalı nəzərə alaraq ürək bulantısı yaradır. Deməli, uzun yol çıxdıqda ürək bulantısı, baş gicəllənməyə səbəb olan şeylərdən biri gözlə qulağın aldığı siqnalların uyğunsuzluğudur. Bunu həll eləməyin iki yolu var. Ya dərman qəbul eləməlisiniz, ya da ikinci, ən rahat yolu yol gedərkən uzaqdakı bir şeyə baxmalısınız. Yəni fokusunuz un olmalıdır və yaxud da ki, yanınızda maşın gəlirsə ona baxmalısınız ki, gözünüzün aldığı siqnalla qulağınızın içərisində vestibulyar aparatın aldığı siqnal eyni olsun. Və bununla da rahat uzun yol səfərinizi tamamlaya bilərsiniz. Bizi izləməyə davam edin.